Aprelin 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı şəhərinə çatıb. Bu mərhələdə 33 ailə olmaqla 137 Xocalı sakini yurduna qovuşub. Köç karvanı Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdən ibarət olub. Qeyd edək ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə tikinti quruculuq işləri davam etdirilir. Köç prosesi Xocalının Ballıca kəndində də mərhələli şəkildə aparılır. İndiyədək Xocalı şəhərində 85 ailənin, yəni 341 nəfərin, Xocalının Ballıca kəndinə isə 157 ailə, 743 nəfərin daimi məskunlaşması təmin edilib. Sevincimizin həddi hüdudu yoxdur ki. Bugün biz Qarabağ torpağına, Xocalıya qədəm qoymuşuq. O vaxtından indi kimi müqayisəyə eləyəsiniz ki, necə çıxmışdıq, ayaqyalın, nə vəziyyətdə çıxmışdıq. Amma bugün toy balaba ilə qalmışıq. 33 ildən sonra biz öz doğma yurdumuza qayıtmışıq. Mən Xocalıda doğulmuşam, Xocalıda böyümüşəm. Hal-hazırda bu dəqiqə biz durduğumuz yerdə mənim ata yurdum var.